Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə, il ərzində Azərbaycanda 5 yaşadakı ölən uşaqların sayı 2395 nəfər olub. Yenavaz.com xəbər verir ki, ölən uşaqların 1229-u oğlan, 1066-sı isə qız olub. Qeyd edək ki, hər 1000 diri doğulan uşağa düşən ölüm göstəricisi 21,3 olub. Bu göstərici oğlanlarda 22,2, qızlarda isə 20,2 təşkil edib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə 5 yaşadakı ölən uşaqlarla bağlı göstərici son 20 ildə qeydə alınan ən yüksək göstərici olub. Məlumat üçün onu da bildirək ki, dünyada uşaq ölümlərinin qiymətləndirilməsi üzrə BMT-nin qurumlararası qrupu tərəfindən açıqlanan statistikaya əsasən, Azərbaycanda bu göstərici hər 1000 diri doğulan uşağa görə 19 olub. Bu göstəriciyə əsasən Azərbaycan Avropa və qonşu ölkələr arasında birinci yerdə qərarlaşıb. Avropada hər 1000 diri doğulan uşağa düşən ölüm göstəricisi ölkələr üzrə belə olub.